Müdafiə Nazirliyi cari ilin 30 aprel tarixinədək müddətdən artıq həqiqi hərbi xidmətə elektron sənəd qəbulu elan edir. Vətəndaşlar istənilən bölgədən mmu.edu.az saytının təhsil müəssisələrinə qəbul bölməsindəki çavuş hazırlığı hissəsini seçərək elektron sənəd qəbulu portalına keçid etməlidir. Elektron sənəd qəbulu portalında sənədlər bölməsinə daxil olaraq namizədlər qəbul qaydaları, elektron sənəd qəbulu portalının istifadəçi təlimatı, ərizə, anket formaları və sənəd nümunələrini əldə edə bilər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna ən azı ümumi orta təhsilli, müddətli hərbi həqiqi xidmətini başa vurmuş, 30 yaşınadək və əvvəllər Azərbaycan ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdikdən sonra ordu sıralarından ehtiyata buraxılmış 40 yaşınadək hərbi vəzifəlilər qəbul edilir. Kursa qəbul olmaq üçün müraciət etmiş, müvafiq meyarlara uyğun gələn namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən tibbi müayinəyə göndərilir. Hərbi həkim komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılır. Həmçinin portalda qəbul prosesi zamanı vətəndaşlar tərəfindən ən çox verilən suallarla tanış olmaq mümkündür. Qeydiyyatdan keçmək istəyən namizədlər elektron sənəd qəbulu portalının baş səhifəsində olan qeydiyyat bölməsinə keçid edərək açılmış pəncərədə istifadəçi qaydaları ilə tanış olduqdan sonra qəbul edirəm düyməsini sıxmalıdır. Növbəti səhifədə şəxsi kabinet yaratmaq üçün müvafiq xanalar doldurularaq kabinet yarat düyməsi sıxılmalıdır. Qeydiyyat zamanı istifadə etdiyiniz e-poçt ünvanına göndərilmiş linkə daxil olaraq şəxsi kabinet aktivləşdirilməlidir. Linkə daxil olduqdan sonra açılan pəncərədə müvafiq xanalar doldurulmalı və sonda kabinet yarat düyməsi sıxılmalıdır. Bu mərhələdə namizədin şəxsi kabineti yaradılmış hesab olunur. Yeni açılan səhifədə sənəd əlavə et düyməsi sıxılaraq müvafiq sənədlərin elektron forması kabinetə əlavə edildikdən sonra göndər düyməsi sıxılmalıdır. Tibbi müayinə bitdikdən sonra şəxsi kabinetdə olan bütün sənədlərə bax bölməsinə keçid edərək sənəd qovluğunu redaktə et bölməsindən forma 7 əlavə et düyməsi sıxılmalıdır. Açılan səhifədə sağlamlıq haqqında arayış qeyd olunan bölməyə elektron formada daxil edilməli və forma 7 əlavə edildi seçimini edərək göndər düyməsi sıxılmalıdır. Ətraflı məlumat üçün Ulduz 0811 qısa nömrəsi ilə əlaqə saxlaya və ya mmu.edu.az saytına daxil ola bilərsiniz. İndi qeydiyyatdan keç, sən də sıralarımıza qoşul.